Salam, hər vaxtınız xeyir olsun. İndi başlayırıq söz birləşmələri bağlı izahlara. İzahlarımız az-az və ardıcıl şəkildə olacaq ki, mən bunu YouTube-a yerləşdirəcəm. Siz də baxıb orada sonda da suallara cavab verərsiniz. Deməli, gəlin hamının bildiyi tərifə nəzər salaq. Söz birləşməsi nədir? 2 və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsidir. Deməli, nəyə fikir verməliyik? 2 və daha artıq, sonra müstəqil mənalı söz, müstəqil. Digəri isə nə oldu? Məna və qrammatik cəhət. Məna və qrammatik. Deməli, fikir versək, 2 və daha artıq. Yəni, bir söz olsa, artıq, məsələn, məktəb deyəndə, həyət deyəndə söz birləşməsi sayılmır. Bizim əsas qaydamız müstəqil olmasıdır. Müstəqil mənalı söz. Müstəqil deyəndə nə nəzərdə tutulur? Əsas nitq hissələri isim, sifət, say, fiil, əvəzlik, zərf. Məsələn, biri var yazıram ki, sənin qələmin. Bir dəqiqə, yaxşı yazılmadı. Sənin qələmin. Bir də yazıram ki, sənin üçün. Hər ikisində gördüyünüz ki, birinci tərəfi əvəzliklə ifadə olunubdur. Yəni, müstəqil mənalı sözdür. Ancaq burada ikinci tərəf qələm sözlə ifadə olunub. Bu da müstəqil mənalı isimdir. Burada isə üçün qoşmasından ifadə olunub. Deməli, artıq bu söz birləşməsi sayılır. Birinci, ikinci isə söz birləşməsi sayılmır. Niyə? Çünki iki söz oldu. Ancaq biri köməkçilik hissəsi oldu. Deməli, bir müstəqil söz var da. Bizim də tərifimizdə 2 müstəqil var idi axı. Deməli, biz bundan iki qaydamıza nəzər saldıq. Amma desəm ki, sənin üçün getmək. Məsələn, sənin üçün qısa yazıram indi burada getmək. Bu artıq söz birləşməsi sayılır. Niyə? Çünki sənin üçünü burada bir söz götürsək, getmək də ikinci sözdür. Üçünü demişdik də biz söz götürmürük. Çünki bu köməkçilik hissəsinin müstəqil mənası yoxdur. Deməli, bu birinci söz. Bu da ikinci söz. Vəssalam. Deməli, köməkçilik hissəsi ola bilərmi söz birləşməsində? Bəli, ola bilər. Ancaq mütləq şəkildə 2 müstəqil mənalı söz olmalıdır ki, ondan sonra olsun. İndi gəlin buranı silək, məna və qrammatik cəhətə nəzər salaq. Ümumiyyətlə, hər tərəfdə yazılır, ancaq o qədər sual tipləri yoxdur deyə bu məna və qrammatik cəhətdə açıqlamırıq. Belə deyim ki, biz hər iki sözü yan-yana qoyub onun söz birləşməsi düzəldə bilmərik. Gəlin yazaq. Məsələn, biz bura dəli günəş yaza bilərik. Xeyr. Çünki dəli ifadəsi günəş sözünə aid olan bir ifadə deyil. Ancaq məsələn, dəli insana aiddir deyə, yəni onun belə deyim də xarakterini bildirir deyə, ona aid eləyə bilər. Yəni məna cəhəti budur ki, hər 2 dənə və yaxud 3, 4 fərqi yoxdur da sözləri yan-yana qoyub söz birləşməsi yarada bilmərik biz. Yəni, onun da mənaları uyğun gəlməlidir. Ancaq parlaq günəş deyə bilərikmi? Bəli. İndi qrammatik cəhət isə onun şəkilçi ilə işlənməsidir. Məsələn, deyirəm ki, yaşıl kitab. Burada şəkilçi işləməyib də, eləmə hər iki tərəfdə. Burada mənalı söz birləşməsi yaranıbdır. Belə, yəni elə başlanğıc forma yaşıl kitab hissəsidir. Ancaq mən buraya yazsam ki, Xəzər, bir də dəniz. Xəzər dəniz deyəndə artıq mənalı hissə olmadı. Gələk Xəzər dənizi deyəm ki, başlanğıc forma olsun da mənalı hissəsi. Və burada artıq bu qrammatik cəhətdən birləşməsi sayılır. Belə. Deməli, biz neynərik? 3 ifadəyə baxdıq. Hansı ifadələr? Birinci, 2 və daha artıq söz olmalıdır. Yəni, bir söz olsa söz birləşməsi sayılmır. İkincisi, müstəqil mənalı olmalıdır. Yəni, əsas nitq hissəsi olmalıdır. Ən az 2 sözün. Üçüncüsü, məna və qrammatik cəhətdən birləşməlidir. İndi gəlin bunun uyğun sual tipləri yazaq bura, baxaq. Məsələn, biri var yazıram ki, sənə görə, biri var yazıram, sənin qələmin. İndi bunun hansı söz birləşməsidir, hansı deyil? Gördüyümüz kimi, bu artıq söz birləşməsidir, bu artıq söz birləşməsi deyil. Elə bayaq yazdığımı uyğun yazmışam. Gəlin, biraz daha fərqli yazaq. Məsələn, yazıram ki, məktəbə doğru, bir də yazıram məktəbə doğru getmək. İndi buna fikir verək. Deməli, burada yazdığımız hər iki ifadədə qoşma var, köməkçi nitq hissəsi var. Baxın. Ancaq bunun biri söz birləşməsidir,
İkinci, bu söz birləşməsi deyil. Niyə? Çünki burada doğru müstəqil deyil. Çıxanda bir müstəqil mənalı söz qalır. Bizə demişik axı ən az 2 olmalıdır. Burada ancaq məktəbə doğrunu bir ifadə götürəcəyik. Doğrunun belə deyək də ifadə götürməyək. Sadəcə qoşma deyil, qoşulduğu sözlə birlikdə bir məna ifadə edir. Getməyi də ikinci götürəcəyik. Ən az 2 söz oldumu? Bəli. Deməli köməkçilik hissəsi ola bilər. Ancaq bizim şərtimiz ödəməlidir ki, ən az 2 müstəqil söz olsun. Belə. İndi gəlin digər anlayışa baxaq. Digər anlayışımız nədir? Əsas və aslı tərəflər eyni zamanda ismi və feili birləşmə. Deməli, söz birləşməsində birinci tərəf olur, bir də ikinci tərəf olur. Yəni bu birinci, ikinci tərəf, belə deyim də, əsas və aslı tərəf əslində cümlədə yerlərinə görə fərqlənə bilər. Ancaq biz hələ cümləyə keçmədən söz birləşmələrini də müəyyən edirik. Birinci tərəf aslı olacaq, ikinci tərəf əsas olacaq. Məsələn, deyirəm ki, maşının qapısı. Maşının qapısı. Burada artıq birinci tərəf aslıdır, ikinci tərəf əsasdır. Yəni buradan söhbət gedir, qapıdan söhbət gedir. Ancaq maşında qoyuruq, yəni aslı. Bu hissə artıq yəlik hal şəkilçilidir və aslı tərəf adlanır. Deməli nə oldu? Birinci tərəf aslıdır, ikinci tərəf əsasdır. İndi belə bir sual verə bilərsiniz ki, axı hər zaman 2 sözdən ibarət olmur. Bəzən 3 söz ola bilər, 4 söz ola bilər. Onda necə edək? İndi gəlin ona aid nümunə yazaq. Məsələn, deyirəm ki, dağdan sürətlə enən maşın. İndi gəlin fikir verək. Baxın, burada 4 sözü var. İndi biz bunun hansını aslı, hansını əsas götürək. Sonuncu sözümüz, müstəqil mənalı sözümüzü əsas götürürük. Əvvəlki 3 sözümüzü isə aslı götürürük. Deməli, nə maşın? Fikir verirsiniz? Hansı maşın dağdan sürətlə enən? Həqiqətən indi bunu hələ mən izah eləməmişəm, amma yenə də deyim, məlumat olanlar ola bilər. Hansı maşın deyəndə həqiqətən təyin gəlib yanındakı təyin olunandan asılı olurmu? Bəli. Deməli, həqiqətən bu aslı tərəfdir, bu da əsas tərəf. Maşın əsas tərəfdir, dağdan sürətlə enən isə onun aslı tərəfdir. Yəni əsas maşından söhbət gedir. Sürətlimi, yavaşmı, dağdanmı endi, küçədənmi keçdi? Belə. İndi gəlin qısaca isim və feili birləşmələrə də baxaq. Ondan sonra suallar verəcəm. Baxın, demək biz dedik ki, 2 tərəf olur. Birincisi aslı tərəfdir, ikincisi əsas tərəfdir. Biz isim və feili birləşmə deyəndə nəyə baxacağıq? Əsas tərəfə. Deməli, bizim tərifimiz necə olacaq? Əsas tərəfin tələbinə görə söz birləşmələr 2 yerə bölünür. İsim və feili. Əsas tərəf hansı idi? İkinci tərəf. Deməli, ikinci tərəfdə nə olmasına baxarıq. Deməli, ismi və feili. Və feili. İsim birləşmələrdə əsas tərəf adlarla ifadə olunacaq. İndi adları açıqlayacağıq nədir? Adlar nədir? İsim, sifət, say, feil yox, adlar, əvəzlik, bir də zərf. Feili birləşmədə isə nə olacaq? Feilin təsriflənməyən formaları ilə. Feilin təsriflənməyən formaları. Feilin təsriflənməyən formaları hansı idi? Məsdər, feil, sifət və feili bağlama. Deməli, biz nə etməliyik? Söz birləşmələrdə feili birləşmələri daha yaxşı mənimsəmək üçün təsriflənməyən formaların şəkilçilərini əzbərləməliyik. Məsdərdə onsuz 2 maqmə, qimamə, feil sifətdə 6, feili bağlamada 10-15 şəkilçi olur. Belə, bunları öyrənməliyik. İndi gəlin nümunələrə baxaq. Deməli, biz əsas tərəfin ifadə vasitəsinə baxacağıq, diqqətli oluruq. Məsələn, yazıram ki, kitab oxumaq. Qısa yazıram, bir də yazıram ki, oxumağın faydası. Oxumağın faydası. Gördüyünüz kimi, hər iki söz birləşməsində feil varmı? Bəli, var. Hanı? Burada oxumaq, burada oxumağın. Deməli, hər ikisində var. İndi hallanıbmı, mənsubiyyətə görə dəyişibmi? Hələ o hissəsinə baxmırıq. Məsələn, burada oxumaq hansı tərəfdədir? İkinci tərəfdə. Burada hansı tərəfdədir? Birinci tərəfdə. İkinci tərəf nə adlanırdı? Asıllı. Birinci tərəf nə adlanırdı? Səhv yazdım. İkinci tərəf nə adlanırdı? Əsas.
birinci tərəf nə adlanırdı? Aslı. Biz hansı tərəfin tələbinə görə demişdik? Əsas tərəfin. Deməli, əsas tərəfdə fiil varsa, o nədir? Fiili birləşmədir. Fiil varsa deyə də fiilin təsriflənməyən forması. Belə. Ancaq burada birinci tərəfdədir, artıq bu isim birləşmədir. Niyə? Əsas tərəfi fayda isimlə ifadə olunur. Belə, bunlara diqqət edirik. Bir söz birləşməsinin hər iki tərəfi fiillə ifadə oluna bilərmi? Bəli, oluna bilər. Belə, indi gəlin, bura mən sual yazım. O sualı sona qədər videoya baxanlar cavablandırar. Müəyyən bir vaxta qədər biz əslində belə deyək də, ikinci tərəfi məsdər, feil, sifət gələndə deyirdik ki, feili birləşmədir bu. Ancaq bu tekada bir sual düşdü və ondan sonra biz artıq yəni bu tip suallara daha çox diqqət ayırdıq. Məsələn, yazıram ki, uşaqların oxuyanı qəşəng oxuyan dünən yazdığım. Burada gördüyünüz kimi hər iki tərəfdə, hər üç söz birləşməsində ikinci tərəf, yəni əsas tərəf fiilin təsriflənməyən forması ilə ifadə olunub. Ancaq burada bir dəqiqə, bu uşaqların oxuyanı olmalı idi. Ancaq burada ismi birləşmə də var, fiili birləşmə də var. İndi bunu rəylərə yazarsınız görək, hansı ismidir, hansı isə feilidir.